Bu binada MTK-yə zəng vurursan, qaynar xəttədə, desəm ki, sizdə evlərin neçədir kvadratı 2803 manata deyir xanım işlə. Yəni, onlar da baxırlar videoya. Yaxşı olar ki, təsdiqləsinlər. Deməli, dəyərli izləyicilər, sizə bir mənzil təqdim edirəm ki, qiymətdə polnüstü razılaşacaq da, yəni, elə bir ki, padınmaya qiymətini alırsınız da. Yəni, mən qiymət demirəm burada, sahibi ilə bir yağdan söhbət edir, demədə qiymət. Zəng edin, gəlin, peşman olmasın, yaxşı qiymətə sizdə 3 otaq, full təmir, əşyası yığılmış, 180 kvadrat mənzil təqdim edirəm. Özü mərtəbəsi isə tam orta mərtəbədir. Bura Nərimanov metrosu yaxınlığında yeni tikili binadır. Mən sizə bir dənə proyektanı görsədim, ondan sonra otaqlara baxaq, daha ki, söhbətimizə davam edək, çaylarımızı qoyun qabağına, çaysız olmaz. Deməli, başlayırıq girişdən də adət üzrə. Operator sizə görsətsin, girdin qapıdan paltar dolabı, onunla üzbəüz, güzgü, əqqabı, pufik, ot giymək üçün yer. İsti döşəmədir, bax bir yer. Böyük bir də dolabı var. Təmir tam müasir, geniş təmirdir. Geniş bir xol hissəsi var. Əyləşdirim yer, burada yəni qonaqlarla burada qarşılamaq olar da belə baxanda. Amma bunun bir zalı var. O zalı da mən sizə görsədim. Bu mənzilin sahibi bunu təmir etdirəndə dəyərli izləyicilər 110.000 manat təmirə pul gedib də. Yəni mən deyəcək hesablayın da, siz 2800, üstə də gəl 110.000, nə qədər eləyir toplamda? Rəzət, sən yaxşı bilirsən, Vüsal müəllim. Deməli, sən özü müəllim işləmirsən. Qısadır, bizim operator müəllim işləyib bir vaxtı. 180 kvadrat, deməli, 2800 manatdan bir kvadrat, 180 kvadratdırsa, üstə də gələk 110.000 təmir. Nə qədər elədi? Kalkulyatorla. Bu sən necə müəllim işləmirsən ki, kalkulyator lazımdır. 500, 10.000 manat eləyir. Yox, 3055-ə böləndə aləm dəydiyə bir-birinə. Neysə, o hesablayıb deyərsiniz kommentlə, mütləq gözləyirəm. Bura zal otağıdır, 180 kvadratın mənzil zalıdır. Təp-təzə divan, stol, yəni mebellər hamısı qoyulub. Təmirdən sonra yaşayış olmayıb əzizləyicilərim. Bura tamısı bahalı kraskalardandır, yəni bahalı belə şit çıxmasından söhbətim. Yəni o ucuzlardan deyirlər, keyfiyyətinə görə bahalı dedim. Gəldik, çatdıq buranın həm hamam otağına, həm də sanitar qovşağına. Birinci bu hissəsinə baxaq. Burada gözəl təmir olunub, qızılı rənglərdən, moydadırdan filan istifadə ediblər. İndi, səhv dedim, aləm dəydi bir-birinə. Bura palpat çamaşırxanadır, dəyərli izləyicilər, çamaşırxanadır bura. Yığılıbdır, çəkilibdir, uvalnik zat, mebelləri. Bura bir yataq otağıdır, özünə məxsus, özünün gözəl hamam otağı var içəridə. Burada da yataq, otağı həm də yatağın özü. Belə bir gözəl, lüstru, burada eyvana çıxışı var, qəşəng səliqəli eyvanları var, əzizləyicilər. Bax, belə bir. Keçək o birisi otaqlara. Hələ də beynim qalıb, 180 kvadrat, 2800 mod. Kaset də olub da, tapa bilmədim, hesablaya bilmədim. İndi növbəti bu otağı sizə görsədim. Bu da bir gənc otağıdır. Eyni burada da yataqlar, kravatlar, mebellər, balkona çıxış var. Həmən o otaqla bu otağın eyni balkonu var. Elə bir ki, burada belə bir düzünə radiator qoyublar. Yer paraketdir, əzizləyicilər. Tündür rəngdədir, korreksiv rəngdədir. Adam var ki, ağ sevmirlər, tez batır deyə. Məməcə görsənir videoda. Məncə pis görsənməz. Çünki realda pis görsənmir. Gəlir çatdıq mətbəx zonasına. Burada da keyfiyyətli maşın boyası membranla mərmər teksturalı mətbəx yığılıb. Adası, ada əla bir şeydir. Burada stolu, divanı, bir dənə televizor qoydum bura. Bax, belə bir qupçası
Yox, kupçası yoxdur, müqavilədir bu mənzildə. Kupça veriləcək. Nə vaxt veriləcək? Yaxınlarda veriləcək deyə operator. Düzünü deyim də operator da, yəni yalan deyərik, biz nə bilək nə vaxt veriləcək, amma inşallah tezliklə verirlər dəyərli izləyicilər. Bu mənzilin qiyməti yenə təkrarlayıram, 2800 manat badmayaqdır. Biz sizə bu mənzili yaxşı qiymətə təklif edirik, qiymət yazmırıq, qiyməti telefonda deyirik, zəng eləyin, yaxşı qiymət satılır. Da yəqin ki, mesajdan başa düşürsünüz, mən nə demək istəyirəm sizə. Zənglərinizi gözləyirəm. Sizin Nərimovda eviniz olsun. Sağ olun.